Prezident İlham Əliyev yanvarın 12-sində keçirilən müşavirədə bir sıra məsələlərə toxunub. Ölkə başçısının Bakıda yağan leysan yağışları ilə bağlı sözləri diqqət çəkib. Sitat: "Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür. Çox ciddi problemlər yaşanır. Düzdür, bu təkcə Bakıda, Azərbaycanda deyil. Yağış sularının idarə edilməsi üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq. Yeni kollektor şəbəkələri Bakının leysan problemi üçün real və uzun müddətli həll ola biləcəkmi? Global Info.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, son illərdə güclü yağışlar nəticəsində bir çox yeraltı keçidlər və məhəllələr ciddi şəkildə su altında qalır. Bu da şəhərdə hərəkətin iflic olmasına səbəb olur. Artıq problemi həll etmək məqsədi ilə tədbirlər planı hazırlanıb. Əlavə edim ki, Bakının mövcud kanalizasiya sistemi əvvəlki baş planlara uyğun olaraq 1980-ci illərdə inşa edilib. Sistem uzun vaxtdır ki, qısa müddətli tələblərə cavab versə də, indi köhnəlib və şəhər tələblərinə uyğun deyil. Paytaxtda yeni inşa edilmiş binaların sayı artdığından, mövcud kanalizasiya sistemi çox yüklənir. Güclü yağışlar zamanı bu sistemlərin suyu ötürməkdə çətinlik çəkdiyi müşahidə olunur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Bakının yalnız ətraf hissələrində mövcud kanalizasiya kollektorları var. Şəhərin daxili hissəsində onların sayı çox azdır və tələblərə cavab vermir. Ekspert qeyd edib ki, hazırki təkliflərə uyğun olaraq, şəhərin daxili hissəsində təxminən 30 ərazidə daha kiçik kanalizasiya kollektorlarının quraşdırılması nəzərdə tutulub. Bu da potensial problemlərin qarşısını almaq üçün optimal həll hesab olunur. Eyni vaxtda qanunvericilikdə layihələndirmə prinsipləri nəzərdə tutulub. Gələcəkdə çirkab sularının kanalizasiya sisteminə yönləndirilməsi əvəzinə onları molekulyar səviyyədə təmizləyib, içməli suya çevirmək mümkün olacaq. Belə texnologiyaların tətbiqi ilə kollektorlar üzərində daha yeni sistemlərin qurulması planlaşdırılır. Bu da uzun məsafələrdən su və içməli suyun nəqlini optimallaşdıraraq xərclərin azalmasına gətirib çıxaracaq.